İstixarə necə olur? İstixarə də xeyir tələb etmək. İstixarə neçə cürdür? Məşhuru, təsbih və Qurani-Kərimdir. Bəli. Əlbəttə bunun xüsusi duaları var. Mən elə kifayət edirəm çünki bəzi dualarda da var ki, 3 salavata Allahumma salli ala Muhammedə və Muhammed. 3 salavat. Məsələn bu günləri Emil müəllim istəyir burada bir sual versin. Ehtiyat edir ki, bu sual televiziya çıxmalıdır, çıxmalı deyil. Deyir ki, mənə bir istixarə et. Bəli. Mən də bir istixarə açıram. Allahumma salli ala Muhammedə və Muhammed. 3 salavat zikr etdikdən sonra bir hissə tutum burada. O bir hissədə də gərək bu kiçik ayrıcı var, fasil deyirlər. O olmasın, onu tutmayaq gərək. Tutdum, bir-bir çəkirəm mən bunu. Sonda ya tək qalmalıdır, ya cüt qalmalıdır da. Cüt qaldı. Cüt qaldı, yəni o sualı mənə verə bilməzsiniz. Abdullah Mərəşi Nəcəfdən birdən də əlavə var ki, bunu İmam Zaman əleyhissalamdan nəql edir ki, nəql edir, mən mükaşifəmdə görmüşəm. Soruşur ki, istixarəni təsbihlə necə edirsiniz? Mən İmam Zaman əleyhissalama deyirəm ki, bu şəkildə ki, indi mən göstərdim. İmam Zaman əleyhissalam deyir, onun bir dalı da var ki, sizə çatmayıbdır. O da odur ki, əgər tək gəlsə, məsələn, siz təsəvvür edin, indi görək gələcək. Bəli, tək gəldi. Tək gəlsə, biz deyirik ki, bu yaxşıdır. Cüt gəlsə deyirik ki, pisdir. Deyir, tək gəldikdən sonra kifayət etməyin. Yenidən bir də edin. Tək gələndə. Yenidən bir də etdiniz. İndi cüt gəldi. Əgər o təkdən sonra cüt gələrsə, o bilin ki, o birincisi miyanadır, ortadır. Əgər tək gələrsə, birincisi superdir, yaxşıdır.